Abdal kəndində Başkəhrizin yanındayıq. Çoxdandır bura gəlmirdim. Ətrafı çox qəşəng təmizləyiblər. Bütün kol-kosu ləğv eləyiblər. Hər tərəf tərtəmiz. Və burada üst tərəfi tamam təmizləyiblər. Baxın, şəhidlərin birinci və ikinci Qarabağ müharibəsi şəhidlərinin şəkillərindən ibarət bir belə seyrangah düzəldiblər. Çox təsirləndim. Ayrıca olaraq kəndin mülki şəhidlərini baxın. Bax, evinə qırad düşəndə ölən, hətta uşaq da var içində, yaşlı adamlar. Onların şəkillərini ayrıca qoyublar. Sonra baxın, bu birinci Qarabağ müharibəsi şəhididir, Azərbaycanın milli qəhrəmanı Mehdiyev Fazil. Sonra Polad Həşimovun şəklidir və Mübariz İbrahimovun şəklidir. Bunlarla üzbəüz qabaq tərəfdə Allahverdi Bağırov, Fred Asif və Şirin Mirzəyevin şəkilləridir. Birinci sırada milli qəhrəmanlar və general Polad Həşimovun şəkli yerləşdirilib. Baxın, Allahverdi Bağırov, Asif Məhərrəmov və Şirin Mirzəyev. Arxa tərəfdə də digər şəhidlər, indi yaxınlaşacağım. Əksəriyyəti Abdal Gülablı kəndindən olan şəhidlərdir. Bax, bu arxadakı şəkillər. Özə buranı təzə düzəldiblər. Bax, hər bir şəklin qabağına təzə qızıl gül əkiblər. Bunların da hamısı çiçək açıb. Fikir verirsiniz. Çox belə həqiqətən də insanı kövrəldən bir mənzərə var. Burada belə ürəyini titrədən bir mənzərə var. Baxın. Bütün qızıl güllər hamısı hər məzarın qabağına birini qoyublar. Hamısı da açıb. Hüseynov Füzuli, Vətən müharibəsi qəhrəmanı Yaşar Hüseynovun qardaşı. O birinci Qarabağ müharibəsi zamanı şəhid olub. Ağaçlar da təzə əkilib. Güllərin də hamısını bir-bir lövhənin qabağında təzə əkiblər. Çox səliqə ilə işləyiblər və çox əziyyət çəkiblər burada Abdal cəmaatı. Müşfiq Abbasov, 2-ci Qarabağ müharibəsi şəhidi. Xudayarın da şəklini qoyublar. Baxın. Xalq arasında xüsusilə popülər olan, hamının dillər əzbəri olan adlardır. Polad Həşimov da, Xudayar da. Yəni, əksəriyyəti Abdal şəhidləridir, Abdal Gülablı. Amma eyni zamanda Ağdam və digər bir neçə yerdən olan şəhid şəkillərini də burada yerləşdiriblər. Quliyev Murtuza, Talıbov bəylər, Allahverdiyev Aydın, Xudiyev Xudu. Allah hamısına rəhmət eləsin, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah ordumuzun gücünə güc qatsın, qazilərimizə can sağlığı versin. Allah Ali Başkomandanın canını sağ eləsin. Orada qadın şəhid də var. Rəhimova Gövhər Tahir qızı. Aslında göreydim bunu.